Qız o yazığı divarlara, vedrələrə, rənglərə də qısqanır. Bax, buna varam. Hayfdır qadının qısqancı. Hop, özünüzü yığışdırın, Osman. Bura baxın uşaqlar. Sabah ictimai komissiya bütün gəminin təmizliyini yoxlayacaq. Kayutaların hamısını gezəcək. Bizim ataq birinci yer tutacaq, yoldaş komendant. Bax, belə, ha? Əlbəttə, əgər siyahi baş-ayaq oxunarsa. Deməli belə. Bugün Azərbaycan kinosunun unudulmayan simalarından biri Əhməd Hardadır filminin məşhur Oqtayı Novruz Axundovun bilinməyən həyat hekayəsindən danışacağıq. Onun məşhurluqdan niyə qaçdığını, filmlərdə yaşadığı maraqlı hadisələri və illərlə gizli qalan faktları birlikdə öyrənəcəyik. Hazırsınızsa, başlayaq. Ramizin saqqalı olmasaydı bu çamadan tapılmayacaqdı. Doğrudan Ramiz, bu saqqal nə sürüdür? Nə bilim. Bəxti açılanda qırxdıracaq. Novruz Axundov Azərbaycan kinosunda cəmi bir neçə filmə çəkilsə də, illər keçməsinə baxmayaraq, tamaşaçıların yaddaşında ən çox Əhməd Hardadır filminin Uzundraz Oqtayı kimi qalan aktyorlardan biridir. Onun həyatı və sənət yolu isə bir çox insanın düşündüyündən daha maraqlı və keşməkeşli olub. Novruz Axundov 1938-ci il mayın 9-unda Naxçıvan şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Orta təhsilini 1955-ci ildə Kürdaxanı kəndində başa vurub. Hələ gənc yaşlarından incəsənətə böyük maraq göstərən Novruz Axundov aktyor olmaq arzusunda idi. O, Mədəniyyət və İncəsənət İnstitutuna hazırlaşarkən ailədə bu qərara münasibət birmənalı olmayıb. Xüsusilə qardaşı onun aktyor olmasına etiraz edib. Lakin atası oğlunun arzusunu dəstəkləyərək ona dayaq olub. Məhz bu dəstək Novruz Axundovun gələcək taleyini dəyişən ən önəmli addımlardan biri idi. Səni, saldat. Biz burada ac oturmuşuq, siz ağaya kömək edirsiniz. Клянусь, не поняла, да. А? Alo? Слушаю. Где же обещанное вами, товарищ Обещайзаде? 1962-ci ildə o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Kino və Dram Aktyorluğu fakültəsinə daxil olub. Onun müəllimi isə Azərbaycan teatr və kino sənətinin ən böyük simalarından biri olan Adil İskəndərov idi. Adil İskəndərov tələbəsini çox istedadlı hesab edir və ona xüsusi diqqət göstərirdi. Novruz Axundov ilk dəfə kinoya cəmi 22 yaşında çəkilib. Həmin dövrdə o, digər tələbələrdən fərqli olaraq çox müasir və bahalı geyimlər geyinirdi. Bu isə bəzi insanların narazılığına səbəb olmuşdu. Hətta onun haqqında Adil İskəndərova şikayət belə etmişdilər. Şikayətdə Novruz Axundovun həddindən artıq dəbdəbəli geyindiyi qeyd olunurdu. Lakin Adil İskəndərov tələbəsini müdafiə edərək bu məsələyə ciddi yanaşmayıb və onun istedadını hər şeydən üstün tutub. Bizdən nigaran qalmayın. Bizim ayrı mənzilimiz var, özdə lap rahat. Soyuducuda yağ, pendir, kalması da var. Nuş olsun. Elə bilin öz evinizdir. Gecəniz xeyrə qalsın. Novruz Axundovun həyatını dəyişən əsas hadisə isə Əhməd Haradadır filmi oldu. Filmin çəkilişləri zamanı Moskvadan dəvət olunan məşhur operator Yuli Fogelman Novruz Axundovun şəkillərini görəndə bildirib ki, Oqtay obrazı üçün ən uyğun namizəd məhz odur. Beləliklə, o filmdə Oqtay obrazını canlandırmağa başlayıb və qısa zamanda tamaşaçı sevgisi qazanıb. Filmdə Oqtayın taxdığı məşhur eynək isə əslində adi şüşədən hazırlanmışdı. Bir çox tamaşaçı aktyorun həqiqətən zəif gördüyünü düşünsə də, Novruz Axundovun görmə qabiliyyətində heç bir problem olmayıb. Maraqlısı budur ki, Əhməd Haradadır filmi çəkilən dövrdə Novruz Axundov müəllim işləyirdi və küçədə insanların onu tanımasını istəmirdi. O qədər sadə və təvazökar insan idi ki, hətta ailəsinə belə kinostudiyada çalışdığını deməmişdi. Bax buna varam.
Dənizçi səliqəsi. Sükanı belə saxla. Xahiş edirəm ardımca. Hə. Bax belə. Sağ olun uşaqlar. Hı? Sükanı belə saxla. Ardımca. Bəs Leyla hanı? Hə? Bəs Leylani? Sonralar o İstintaq davam edir filmində yenidən Oktay obrazını canlandırıb. Amma bu dəfə Leytinant Oktay rolunda ekran qarşısına çıxıb. Lakin maraqlı və bir qədər də müəmmalı səbəbə görə filmdə onun bir çox səhnələri lentə alınmayıb. Deyilənə görə operator Əli Səttar Atakişiyev ilə Adil İskəndərov arasında münasibətlər yaxşı olmadığı üçün Novruz Axundovun iştirak etdiyi səhnələrin əksəriyyəti filmdən çıxarılıb. Bundan başqa Novruz Axundov Yenilməz Batalyon filmində epizodik fəhlə obrazını canlandırıb. Məşhur rejissor Tofiq Tağızadə Arşın Malalan filminin ikinci variantını çəkərkən onu Süleyman roluna dəvət etsə də, Novruz Axundov bu təklifdən imtina edib. Onun sonuncu çəkildiyi filmi isə Gözləməni olub. Bununla yanaşı, o uzun illər məşhur Mozalan satirik kino jurnalında müxtəlif obrazlarda çıxış edib və tamaşaçıların yaddaşında qalıb. Ay canım, pulumu niye götürmürsən? Öyrəşməmişik də. Futbola ayaqla yox, başla oynamaq Ana, lazımdır. 35 metrdən başla gol vurmaq olan Truskaveski'de bir futbolist var Ala alem. nə Truska Veskala, orada futbol var. Bir də sən futbol nə başa düşürsən, hə? Novruz Axundov yalnız aktyor kimi deyil, rejissor kimi də böyük fəaliyyət göstərib. O uzun müddət Azərbaycan Film Kinostudiyasında rejissor işləyib. Xüsusilə dublyaj sahəsində böyük əmək sərf edib və 500-ə yaxın əcnəbi filmin Azərbaycan dilinə dublyajına rejissorluq edib. Bu isə onun Azərbaycan kino sənətinə verdiyi ən böyük töhfələrdən biri hesab olunur. Şəxsi həyatında isə Novruz Axundov 32 yaşında Nofeliya xanımla ailə qurub. Bu evlilikdən onların 3 övladı dünyaya gəlib. O ekranlarda çox görünməsə də, yaratdığı Oktay obrazı ilə Azərbaycan kinosunun unudulmayan simalarından birinə çevrilib. Bugün belə Əhməd Haradadır filmi yayımlananda tamaşaçılar ilk növbədə onun canlandırdığı Oktayı xatırlayırlar. Belə maraqlı həyat hekayələrinin davamı üçün kanala abunə olmağı unutmayın. Axı mən işə gedirəm. Əhməd! Yaxşı. Məni çağırırlar. Yenə rəngsiz Əhmədlə nişanlısı cırmaqlaşır. Canım gözüm başa düş. Ne olub sənə? Sakit ol. Sakit ol. Bax, görürsən? Əhməd dayan! O qız kim idi? Nənəmin canı üçün tanımıram. Sən İnanmıram. sakit ol. İnanmıram. Sakit ol. Sakit ol. Qız o yazığı divarlara, vedrələrə, rənglərə də qısqanır. Bax, buna varam. Hayf deyil qadının qısqancı.